Hamıya salam. Bugünkü videoda dövrlərə və ərreylərə baxacağıq. Ən birinci dövrlər nədir, niyə istifadə olunur? Deməli, dövrlər müəyyən şərt daxilində hər hansısa bir kod parçasını təkrar-təkrar icra eləmək üçün istifadə olunur. Dövrləri mən burada növlərini yazmışam. For dövrü var, enhanced for var, while var, do while var. Buna həmçinin traditional for da deyirlər. İndi gəlin hamısına bir-bir baxaq. Ən birinci for dövründən başlasaq. For dövrün sintaksisi bu cür olur. Deməli, ən birinci bir dənə for keyword yazırıq. Ondan sonra mötərizələri açırıq. Və burada 3 hissə olur. Birinci hissə mənimsətmə hissəsidir. Int i bərabərdir 0 və yaxud int i bərabərdir 5. Və ikinci hissə bizim şərt hissəmiz olur. Nə qədər ki i, tutaq ki, kiçikdirsə ondan və üçüncü hissə isə update hissəsi olur. Məsələn, i-nin dəyərini mən bir dəfə artırıram. Və bunların da arasında, bu mötərizələrin də arasında mən icra olunacaq kodu yazıram. Məsələn, yazıram ki, bura i-ni çap eləyirəm, məsələn. Mən bu kodu run eləsəm, baxın, 0-dan başladı, 9-a qədər çap elədi i-ni. İndi burada nə proses getdi? Ən birinci i-ni 0-a bərabər eləyir. Gəlir, baxır, görür ki, i ondan kiçikdir. Gəlir, düşür bura, kodu icra eləyir. Daha sonra i-nin dəyəri 1 vahid artır, i olur 1. Gəlir, baxır, görür ki, ondan kiçikdir. Gəlir, kodu icra eləyir. Daha sonra 2 olur, 3 olur, belə olur. Sonra 9 olur. Görür ki, 9 ondan kiçikdirmi? True verdi bura. Bura true verdiyi üçün gəldi, buraya işə düşdü. Daha sonra i-nin qiyməti artır 10 olur. Və bura artıq false verdiyi üçün bu for dövründən çıxır. Və bu dövrdən də çıxdığı üçün də proqram sonlanır. Bu qədərdir for dövrü barədə. Bir də ki, for dövründə məsələn, əgər mən buranı belə yazsam, burada sonsuz dövr olur. Yəni, mən burada update statement yazmadığım üçün, yəni i-ni heç bir şəkildə artırmadığım üçün bu sonsuz dövr eləyir. Məsələn, baxın, bu yaddaş dolana qədər bu mənə 0 çap eləyəcək ancaq. Daha sonra, məsələn, buranı belə eləmək olar, boş buraxmaq olar. Bu da sonsuz dövr eləyəcək, 0-dan başlayacaq, yazı-yazı gedəcək ədədləri. Baxın, bu da yaddaş dolana qədər belə yazacaq. Amma sonsuz dövr üçün adətən fordan istifadə eləmirlər. Daha sonra enhanced for var. Bu ərreylərdə daha çox istifadə olunur. İndi onu da göstərəcəm ərreyləri keçəndə. Ona görə hələlik bunu keçirəm. Bir də while dövrü var. While dövrün sintaksisi necədir? While keyword yazılır və bura bir dənə şərt yazılır. Əgər bu şərt true versə, gəlir, bu mötərizələrin arasındakı kod işə düşür. Məsələn, mən bura bir dənə deyirəm ki, int i bərabərdir 0. Gəlin, burada yazdığımızı elə burada da while dövründə də tətbiq edək. Int i bərabərdir 0 deyirəm və nə qədər ki, i kiçikdir 10, nə qədər ki, bu şərt true verirsə, gəlsin bu mötərizənin içi işə düşsün. Mən i-ni burada çap eləyirəm və i-nin qiymətini bir dəfə artırıram. Kodu run eləsəm, baxın yenə 0-dan 9-a qədər. Nə baş verdi burada? Gəldi, i-ni ən birinci 0 elədi. Gəlir, baxır, görür ki, 0 ondan kiçikdirmi? Burası true verir. True verdiyi üçün gəlir, i-ni çapa verir. Baxın, bu 0-ı çapa verir. Ondan sonra i-nin qiymətini 1 vahid artırır. i olur 1. Ondan sonra gəlir, 1-i burada yoxlayır. 1 ondan kiçikdirmi? True verir. Ondan sonra həmin 1-i də burada çapa verir. Və bu həmçinin belə-belə davam eləyə gedir və ən sonda 9 olur. 9-u müqayisə edir. True qaytarır. i-nin qiyməti burada 10 olur. 10 olandan sonra gəlir bura. Bu hissə false verdiyi üçün artıq while dövrünə girmir.
While dövrü də belə. Bir də while dövründə də sonsuz dövr vermək üçün məsələn mən bura deyirəm ki, while true. Yəni məntiqən burası həmişə true verməlidir ki, gəlib bura işə düşsün. Ona görə mən bir dəfəlik bura true verirəm ki, həmişə bu dövr true versin. Daha doğrusu bu şərt true versin. Run eləsəm, baxın yenə yaddaş dolana qədər yaza gedəcək. While dövrü haqqında bu qədər. İndi do while-a keçək. Do while-ın ən birinci elə sintaksinə baxaq. Do while yazmaq üçün ən birinci bura bir dənə do yazılır, sonra mötərizə açılır. Və bu mötərizələrin daxilində bizim işə düşəcək olan kodumuz yazılır. Daha sonra bu mötərizənin yanına while yazılır. Və while yazılandan sonra bura bizim şərtimiz yazılır. Məsələn, i kiçikdir 10 və nöqtə vergül burada qoyulur. Deməli, burada ən birinci gəlir, bu kod icra olunur. Daha sonra şərt yoxlanılır. Birinci kod icra olunur, ondan sonra şərt yoxlanılır. Yəni ki, ən az bir dəfə bu kod işə düşür. Məsələn, mən buraya yazarım ki, i-ni çapa ver və i-ni 1 vahid artır. Run versəm kodu, baxın yenə eyni nəticə. 0-dan 9-a qədər. Birinci gəlir i 0-dır. Bu şərti heç baxmır. Gəlir i-ni çapa verir, sonra 1 vahid artırır. O i oldu 1. Ondan sonra şərti gəlir yoxlayır ki, 1 ondan kiçikdirmi? True verir, gəlir yoxlayır, belə gedir. Və 10 olanda bura false verdiyi üçün kod işə düşmür. Yəni 9-a qədər gəlir çapa verir. Do while haqqında da bu qədər. İndi 2 dənə əsas anlayış var. Onları göstərim. Break və continue keywordlər var. Break və continue. Break bütün ümumi dövrü sonlandırır. Continue isə cari iterasiyanı skip edir, keçir. İndi gəlin onu göstərim. Məsələn, mən buraya yazarım ki, for int i bərabərdir 0, i kiçikdir 10, i++. Mən deyirəm ki, if əgər i bərabərdirsə 4-ə break və geçsin bunları çapa versin. Mən bu kodu run versəm, outputum gəldi ki 0, 1, 2, 3. Burada nə oldu? Gəlir normal qaydada bunları çap edir. Elə ki i 4 oldu. 4 ondan sonra buradakı break-i görür və bu break bu for dövrünü qırır. Yəni ondan sonraki heç bir şey işə düşmür və avtomatik kod gəlir bura keçir. Break yəni dövrü sonlandırır. Continue nə edir? Continue isə cari iterasiyanı keçir. Yəni məsələn mən burada yazsam, baxın yenə ədədlər çap oldu. Amma baxın burada 4 çap olunmadı. Burada da yenə 0-dan 3-ə qədər normal qaydada gəlir. Ondan sonra görür ki, i 4-dür. i 4 olanda gəlir continue deyir. Yəni ki, buradan aşağıdakı bütün kodları keçir. Bu mötərizəyə qədər. Məsələn, burada mən çoxlu şey yaza bilərəm də. Int a bərabərdir 10, int b bərabərdir 5. Ondan sonra bunları toplayıram mən. Və sair kimi şeylər yazıram. Yəni ki, gəlir bu continue'dan sonraki kodların hamısını keçir. Və birbaşa i-ni, i 4-ü idi axı, i-ni 1 vahid artırır, i 5 olur və 5-dən davam edir, gedir. Baxın, burada da elə gedir. Yəni, continue cari iterasiyanı keçir. Baxın, continue'nun da altında bir kod olmayanda deyir ki, continue burada lazımsızdır. Çünki yəni sonuncu şeydir. Sonuncu yazılan koddur və ondan sonra keçməli bir şey olmadığı üçün cavab mənə deyir ki, bunu artıq sil. Yəni lazımsızdır, boş-boşuna dayanıb burada. Break və continue da bu qədər. İndi gəlin arraylərə baxaq. Arraylər eyni tipdə müəyyən dəyərləri özündə saxlamaq üçündür. Məsələn, mən buraya yazıram ki, int a bərabərdir 10. Daha sonra yazıram int b bərabərdir 20.
burada A özündə bir dənə dəyər saxlayır. B də özündə bir dənə dəyər saxlayır. Mən bunların hamısını bir yerdə saxlamaq üçün arraylərdən istifadə edirəm. Məsələn, deyirəm ki, int kvadrat mötərizə açıram, bağlayıram. Numbers bərabərdir. Mötərizələri açıb bağlayıram və mən buraya yazıram ki, 10, 20. Baxın, mən burada həm 10 dəyərini saxladım, həm də 20 dəyərini saxladım. Yəni ki, arraylər eyni tipdə olan dəyişənləri bir yerdə saxlamaq üçündür. Yəni, məsələn, mən bunu belə dırnağa alsam, mənə xəta verəcək. Deyir ki, mən səndən int gözləyirəm, amma sən string daxil etsən və ya mən bura true yazsam, bu yenə belə olacaq. İndi gəlin arraylərin yaradılma üsullarına baxaq. Arraylər bir belə yaradılır. Int kvadrat mötərizə qoyulur. Numbers bərabərdir new int bura 5. Bu nədir? Burada ən birinci tipi deyirik ki, bu arraydir. Ondan sonra arrayın adını deyirik bura və burada new int 5. Bu bizə 5 dənə indeksi olan bir array verir bizə. Boş bir dənə array verir. Mən bunu çapa versəm, baxın 0. Integerin default dəyəri 0-dır deyə bizə yəni bunları 0 verir. Çünki hələ heç nə mənimsətməmiş. Yəni ki, bu cür yazılışda mən bura 10 desəm, bu mənə içində 10 dənə element olan, integer olan bir array verir. Və mən bura dəyişənlər mənimsətmək istəsəm içinə numbers 0 bərabərdir 1, numbers 1 bərabərdir 2. Bu belə gedir, davam edir. Nəyə görə burada 0 yazıldı, 1 yazıldı? Bunlar nədir? Bunlar arrayın indeksləridir. Yəni, arraylər əslində arxada indekslə işləyir. Məsələn, burada birinci dəyər 5-dir, ikinci 3-dür, ondan sonra 1-dir, 4-dir, 2-dir. Amma arxada onları idarə edən əslində indekslərdir. Yəni, mən indekslər sayəsində bu dəyişənləri bir şey eləyə bilirəm. Yəni ki, əgər belə yazsam, mən bura oradakıların eynisini yazsam, 5, 3, 1, 2, 4, 4, 2. Yəni, əslində burada bu 0-cı indeksdir, 1-ci indeksdir, 2-ci indeksdir, 3-cü indeksdir, bu da 4-cü indeksdir. Əgər mən burada tutaq ki, 1-ci indeksi dəyişmək istəyirəm. Yazıram ki, numbers 1 bərabərdir 8. İndi mən arrayimi çapa versəm, baxın, 5, 8, 1, 4, 2 olur. Yəni, indekslər bunun üçündür. Başqa arraylərin size olur. Bunu da necə görmək olar? Numbers.length yazaraq. Mən bunu çapa versəm, baxın 5. Baxmayaraq ki, axırıncı indeks 4-dür, amma mənə burada 5-i qaytarır. Çünki arraylərin sayı 0-dan yox, 1-dən başlayır saymağa. 1, 2, 3, 4, 5. Amma indekslər 0-dan başlayır. Bir də arraylər fixed size olur. Yəni ki, onları dinamik olaraq artırmaq olmur. Məsələn, burada 5 dənə ədəd var, axırıncı indeks 4. Mən burada tutaq ki, 5-ci indeks əlavə eləmək istəyirəmsə, onu mən eləyə bilmirəm. Məsələn, mən numbers 5 bərabərdir 6 deyə bilmirəm burada. Baxın, bu 6 eləyir. Mənə xəbərdarlıq verir ki, array index out of bounds exception alacaqsan. Mən bu kodu run versəm, baxın, array index out of bounds exception alır. Deyir ki, sən bura 5-ci indeks yazmısan. Amma mən bu 5-ci indeksi tapa bilmirəm. Yəni, Java elə bilir ki, mən 5-ci indeksi burada 5-ci indeksi update edib yerinə 6 dəyərini qoymaq istəyirəm. Amma 5-ci indeksi burada tapmadığı üçün onu yaza bilmir. Məsələn, mən bura 8 desəm, bu error gedəcək. Baxın, error atmayacaq. Başqa bir də arrayləri birbaşa belə çap eləmək olmur. Daha doğrusu olur.
Amma ki, belə bir şey bizə verir. Bu object klassından gəlir. Yəni onu da göstərim. Buna obyekt yönlü proqramlaşdırmada keçəcəyik. Burada toStringdən gəlir bu. Aha. Bu nə edir? Götürür, klassın adını götürür, @ qoyur. Bir də ki, onun hash kodunu 16-lıq say sisteminə çevirir. Yəni ki, burada bu kvadrat mötərizə onu bildirir ki, bu arraydir. Bu böyük i onu bildirir ki, array'in tipi integerdir. Yəni biz burada int dəyərlər saxlayırıq. Məsələn, mən bura byte desəm, byte, run versəm, baxın b gəldi bura. Özün qoyur. Bir də ki, burada hash kodunu da 16-lıq say sisteminə çevirir. Hash kodu da növbəti videolarda baxacağıq. İndinin mövzusu deyil. Yəni ona görə arrayləri çap eləmək üçün arrays.toString numbers bundan istifadə olunur. Baxın, indi mən arrayimi görürəm. İndi bayaq keçdiyimiz for, daha doğrusu dövrləri burada tətbiq eləyək. Deməli, ən birinci fordan elə başlayaq, traditional fordan. Məsələn, mən deyəm ki, for int i bərabərdir 0. Çünki indi mən deməli bu array'in bütün elementlərini çapa vermək istəyirəm. Və biz də dedik ki, array'in elementlərinə çatmaq üçün şey eləməliyik. Onun indekslərindən istifadə eləməliyik. Və buradakı i əslində bizim indeksimiz olacaq. Məsələn, mən bura daha anlaşılsın deyə indeks yazıram. Int indeks bərabərdir 0. Daha sonra indeks kiçikdir numbers.length. Bu array'in size-ından, yəni ki 5-dən kiçikdir. Bu 5 ola bilməyəcək. Bu başlayacaq olacaq 0, 1, 2, 3, 4. 5 olmayacaq çünki burada bərabərlik yoxdur. Daha sonra i++, i'ni 1 vahid i yox, indeksi 1 vahid artırıram. Və sonra mən bunu çapa verirəm. Hətta yəni belə eləyək. Index value. Baxın, 0-cı indeksdə 5 dayanır, 1-ci indeksdə 3 dayanır, 2-ci indeksdə 1 dayanır, 3-də 4 dayanır, 4-də də 2 dayanır. İndi burası biraz qarışıq ola bilər sizə, əgər yeni görürsünüzsə bunu. Deməli, mən burada bir dənə indeks, yəni bu adi stringdir, string çapa verirəm. Daha sonra mən burada indeksi çapa verirəm. Yəni, indeksdə bizim bu hər dəfəsində forda artırılan dəyərdir. Indeks, value-dakı bayaq yazdıq burada. Numbers 0 bərabərdir, tutaq ki 6. Baxın, bu odur. Yəni ki, mən ilk başda numbers 0-ı çapa verirəm. Daha sonra indeks olur 1, numbers 1, numbers 2, numbers 3, numbers 4. Bu belə-belə gedir. Traditional for-la array-in içində yazmaq belə olur. Daha sonra enhanced for dedim, keçəcəm array-də. Deməli, enhanced for-da necə olur? For int number, bura istədiyiniz adı verə bilərsiniz. I də deyə bilərsiniz. I qoşa nöqtə numbers. Bu array-in adını burada verirəm. Və i-ni çapa verirəm. Burada burada update eləmiş ona görə. Və burada görürsünüz ki, mənim elementlərim gəldi. Yəni ki, bu əgər indekslər bizə lazım deyilsə, bundan istifadə olun. Məsələn, mənə lazımdır ki, sadəcə array-in elementlərini çap edeyim, onda bundan istifadə eləmək daha yaxşıdır. Nəinki indekslərdən istifadə eləmək. Enhanced for da belədir. Daha sonra while-la necə eləyərik? While-la da yenə int i bərabərdir 0.
while nə qədər ki i kiçikdir bu array'in size-ından, uzunluğundan mən array'in elementini burada götürürəm, bundan çap eləyirəm, daha sonra indeksi də bir vahid artırırım. Baxın, output yenə eynidir. Həmçinin bunu da do while ilə eləsək, do cout numbers e və burada deyirəm ki while və run versəm kodu, baxın yenə eyni şey. İndi bizim indiyə kimi gördüyümüz array one dimensional array adlanır. Bir də Java'da multidimensional array anlayışı var. Yəni bunlar cədvələ oxşuyur, matrix deyirlər. Məsələn, bu necə yazılır? Int bir dənə kvadrat mötərizə və yanında bir dənə də kvadrat mötərizə. Məsələn, matrix deyirəm. Bu bir belə yaradılır. Amma bunu sonra izah eləyəcəm. Hələ ki, görək bu nə saxlayır. Bu da özünün içində bir dənə array saxlayır. Yəni, arrayləri öz içində saxlayır. Məsələn, mən burada saxlayıram 1, 2, 3. Ondan sonra deyirəm 4, 5, 6. Burada deyirəm 7, 8, 9. Və mən bunu çapa versəm, arrays.toString matrix. Bunların da içində hər biri array olduğu üçün onların hash kodlarını çıxartdı mənə. Burada deep toString metodu var. Bu onun içindəki arrayləri də çapa verir. Baxın, əslində mən bu arrayimin içində, bax, burada 3 dənə də array saxlamışım. Bu arrayim saxlayır 1, 2, 3, o birisi saxlayır 4, 5, 6, o birisi də saxlayır 7, 8, 9. Bunu bir belə yarada bilərik. Bir də ki, new int. Mən bura konkret size deyə bilirəm. Məsələn, 2-nin 2-yə bir dənə array yaradıram. Və mən bunu çapa versəm, görürəm ki, mənə boş bir dənə array yaradı. Nə mənada boş? Default dəyərlər idi bunlar. Yəni ki, int olduğu üçün hamısı 0 oldu. İndi mən buna necə dəyər mənimsədə bilirəm? Baxın, bu arrayimizin 0-cı indeksi bu arraydir. Yəni ki, matrix 0 əslində bir dənə arraydir. Və mən bu arrayin də 0-cı indeksinə dəyər mənimsətməliyəm. Və matrix 0, 0 bərabərdir 1. İndi mən kodu run versəm, baxın 1. Bu option arrayin birinci indeksi həmçinin bir dənə arraydir və onun 0-cı indeksi də, baxın, burada bir dənə integerdir. Mən bunu belə mənimsətsəm, 0-cı indeksin artıq 1-ci indeksi. Baxın bu. Buna 2 deyirəm. Daha sonra artıq 0-cı indeksindən işimiz qutardı. 1-ci indeksin 0-cı elementinə 3 deyirəm və o birisinə də 4 deyirəm. İndi çapa versəm, baxın 1, 2, 3, 4. Bu cür olur. Dəyər mənimsətmək. İndi gəlin bunun üzərində for yoxlayaq. Burada artıq bizə indekslər lazımdır. For int i bərabərdir 0. Yəni, bura bir dənə hazır array verək. Daha yaxşı görək. 1, 2, 3. Mən burada deyirəm 4, 5. Və burada da deyirəm ki 6, 7, 8, 9. Int i bərabərdir 0. Daha sonra i kiçikdir matrix.length. Matrix.length əslində mənə 3 qaytarır. Gəlin onu da göstərim. Çünki bunun özünün içində əslində 3 dənə element var. Bu birinci array, ikinci array və üçüncü array. Baxın, onu da göstərsəm belə. Matrix.length. Baxın 3.
və mən matrix.lens, yəni ki, mən bu array-in içində hal-hazırda for-la gəzirəm. Birinci bura gələcək, ikinci bura gələcək, üçüncü də bura gələcək. İndi mən bunun elementlərini çapa vermək üçün mən bir-bir bunların daxilində olan array-lərin də içindəki elementləri görə bilməliyəm. Bunun üçün də ayrı bir dənə for dövrü yazıram. For int j bərabərdir 0. Buna istədiyiniz adlar verə bilərsiniz. Və j kiçikdir matrix i.lens. Bu nə deməkdir? Məsələn, ilk dəfə gəldi, bura gəldi. I gəldi bura, oldu 0. Və mən bu array-in uzunluğu qədər içində dövr eləyə bilərəm də. Yəni, mən maksimum bunun içində 3 dəfə dövr eləyə bilərəm. Bir dəfə 0-cı indeks, bir dəfə 1-ci indeks, bir dəfə 2-ci indeks. Daha sonra i olur 1. Və bu 1 olanda artıq bu mənə 2 qaytaracaq. Niyə? Çünki bu array-in içində 2 dənə element var. Burada da j olacaq 0, 1. Ondan sonra element qutarından sonra i artacaq, olacaq 2. Və bu səfər bu mənə 4 qaytaracaq. Niyə? Çünki matrix i indeksində olan element 4 uzunluğunda olan bir array-dir. Yəni, bu da olacaq 0-cı indeks, 1-ci indeks, 2-ci indeks, 3-cü indeks. Və mən elementləri çapa vermək üçün cout matrix ij. Belə deyirəm, hətta daha sərgəli olması üçün bir dənə boşluq qoyuram. Baxın. Gəlin, baxaq burada nə baş verdi. Ən birinci i gəldi, oldu 0. Yəni ki, biz hələ ki bunun içindəyik. Daha sonra j də oldu 0. i 0, j 0. Biz dedik ki, 2D array-i görmək üçün, daha doğrusu multidimensional array-i görmək üçün elementlərini belə yazdıq. Matrix 0, 0 ilk elementini. Bu 0 bunu bildirir. Bu 0 isə hansının içində isə, məsələn, biz indi bunun içində isə bunu bildirir. Əgər burada 2 0 olsaydı, daha doğrusu ikinci indeksin 0-cı indeksini göstərəcəkdi bizə. Baxın, burada da eyni məntiqdir. Olacaq 0 0 çapa verəcək. Bir dənə boşluq qoyacaq. Daha sonra j olacaq 1. Yəni ki, j olacaq burada artıq 2. i 0, j 1. Burada 2-ni çapa verəcək. Daha sonra i yenə 0-dır. J olacaq 3. Daha doğrusu j olacaq 2. Burada 3-ü çapa verəcək. Daha sonra j-nin artıq dəyəri bitəcək. Çünki bu maksimum 3-ə qədər gedə bilər. J-nin bu dövr bitdiyinə görə bir sətir aşağı düşəcək. Yəni ki, gələcək düşəcək, artıq kursor olacaq burada. Ondan sonra bunun işi bitdiyinə görə, baxın, bu dövrün işi bitdiyinə görə i-ni bir vahid artıracaq. i olacaq artıq 1. Baxın, artıq biz bu array-in içindəyik. j təzdən olacaq 0. Və artıq olacaq ki, matrix 1 0. Yəni ki, birinci indeks bu array-in 0-cı indeksi 4. 4-ü çapa verəcək, boşluq qoyacaq. Daha sonra j-ni bir vahid də artıracaq, olacaq matrix 1 1. 5-i çapa verəcək. 5-i çapa verəndən sonra bu forun işi bitəcək. Bir vahid aşağı düşəcək. Kursor olacaq burada. Daha sonra i yenə bir vahid artacaq. Və yenə burada artıq ikinci indeksin içindədir. İkinci indeksin içində də j olacaq 0, 1, 2, 3 və eyni qaydada çapa verəcək. Və bir sətir burada aşağı düşəcək və for dövrü bitəcək. Yəni multidimensional array-in də içində
belə gəzmək olur. Hətta bunu enhanced form-dan eləyə bilərik. Baxın. Amma bu biraz qarışıqdır. Yəni belə olanda daha aydın görünür. Deməli, arraylərə baxdıq, dövrlərə baxdıq. Başqa da bir şey bununla bağlı. Bir də bir şey göstərmək istəyirəm. Arrayləri keçəndə dedim ki, eyni tipli dəyişənlər saxlamaq olurdu orada. Məsələn, bu int-dirsə, int array bərabərdir. Buradan da 1, 2, 4. Mən burada true yaza bilmərəm, yaxud mən bura Salman belə yaza bilmərəm. Amma əgər mən buraya yazsam ki, object və buraya array yazsam, mən artıq burada true yazıram, 2 yazıram, Salman yazıram və s. kimi belə şeylər yaza bilirəm. Və arrayimi çapa versəm, baxın, normal qaydada gəlir. True 2, Salman, buradan float da vermək olar. Baxın, bu cür gəlir dəyərlər. Bu nəyə görədir? Java'da bütün klasslar əslində object klassın bir törəməsidir. Yəni Java'da əsas base class bu object. Yəni ki, arraylərdə əgər fərqli eyni anda belə dəyərlər saxlamaq istəyirsinizsə, bu yazılışdan istifadə edə bilərsiniz. Bunu obyekt yönümlü proqramlaşdırmada daha ətraflı baxacağıq bu object klassına. Yəni ki, əslində Java'dakı bütün klasslar özü object-dən extend edir. Bunlara daha ətraflı baxacağıq obyekt yönümlü proqramlaşdırmada. Başqa da arraylər haqqında bu qədər. Arraylər və dövrlər haqqında daha doğrusu bu qədər. Növbəti videoda görüşərik.